Salam, hər vaxtınız xeyir. 20 sınav test kitabından birinci qrup sınav 8-in izahına baxacağıq. Vaxt itirmədən sınav izahınıza keçəcəm. Deyim, bir elanı diqqətinizə çatdırım ki, abituriyent qruplarına qeydiyyat başlayıb. Avqust abituriyent qrupu. Bu qruplarda sıfırdan başlayanlar da qoşula bilərlər. Ayrı bir qrup olacaq sıfırdan başlayanlar üçün. 11-ci sinif, yəni hansısa əvvəldən proqramı bitirir, indi 11-ci sinifdir və yaxud məzuna qalandı. Onlar üçün də ayrı bir qrupumuz olacaq. Qruplar haqqında, dərs prosesinin gedişatı haqqında ətraflı öyrənmək üçün 584 28 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək testimizin izahına, 8-ci sınavın izahına baxacağıq. Birinci sualda deyir, alkin molekulunda neytron sayı 30'dur. Alkin, CnH2n -2 və neytron, hidrogen neytron yaranmasında, bir dəqiqə, burada deuteriumdur, fikir verin. Demək ki, neytron sayını necə hesablayacaq? Proton sayı ki, 6n üstə yensin. Hər hidrogende də bir neytron var. 2n - 2 bərabərdir 30. Və buradan yeni hesablasaq 32, 8n 4 olacaq. Və bu 6n gümüş peroksid amoniak məhluluna reaksiya daxil olmursa, demək ki, 3 qat rabitəsi olursa, olur. 3 qat rabitəsi zəncirin kənarındadır. Bu tim 1'dir. Və bizə nə deyir? Deyir ki, hansı ifadələr doğru deyil? İfadələr. Hansı ifadə doğru deyil? Deyirsən, mən sualları oxuyamıram. Sinflərsiz isomeri butadiyen 1,3'dür. Bu doğrudur. Molekulunda 1 metil qrupu var. Bu da doğrudur. Su ilə butanon əmələ gətirir. Bəli, gətirir. Bu da doğrudur. 1 mol bromla 1,2 dibron buten 1 əmələ gətirir. Bəli, bu da doğru olacaq. Butenlər bu pirata qırılacaq. Biri bu karbona, biri de bu karbona birleşecek. CH2, CH3. 1,2 dibron buten 1. 2 sigma rabitə SP3 hibrid ortalığının örtülməsindən yaranır. Bu artıq yanlışdır. Niyə görə? SP karbon, SP3 karbon. 1 sigma rabitə SP və SP3 hibrid ortalığı arasında yaranır. Y variantı. Sonra ikinci sual. Hanı bu ikinci sual? Burada. Ne böyük sual. Benzol ve tolol hakkında olanları istəyir. C6H6 benzoldur. C6H5 CH3'də tololdur. Aromatik karbohidrogen izomeri yoxdur. Aromatik Bunların heç birinin izomeri yoxdur. Yəni aromatik karbohidrogen izomerləri yoxdur. Ona görə bu bir ortaya gedər. Oksigenlə reaksiyasının isti effekti maddənin yanma istinə bərabərdir. Bu nə zaman olur? Yanan maddənin əmsalı 1 olsa. İndi yanan maddənin əmsalda nə zaman 1 olur? Bunu rahat yolunu deyim sizə. Tam yanma reaksiyasını yazmağa ehtiyac yox. Hidrogen indeksin bölünü 2-yə. 3 eləyir. Tək rəqəmli təkdir. Deməli bu benzon qalanını 2 atacağıq. İndi tololda CH8'dir. Hidrogen indeksi 8'i bölü 2 eləyir 4. Cüt rəqəmdir. Deməli tolol 1 mol yanır. Yəni yanma reaksiyasının əmsalına 1 düşür və reaksiyanın isti effekti də yanma istinə bərabər olacaq. Əmsalına 1 düşdüyü üçün. Kalin permanganat məhlul ilə oksidləşmir. Bu benzoldur, oksidləşmir. Molekulunda bütün karbon atomları ikilidir. Yenə bu benzoldur. Çünki tololda 5 ikili karbon var. 1 üçlü, bir də birli karbon var. Bu çəhrayı yazdığım üçlü. Bu adım bilmədiyim rənglə yazdığımda birlidir. Qalan karbonlar ikilidir. 3, 4, 2, 1. D variant. Heç elə bir ki, birinci qrup sınavı deyil. Çox çətindir, görürsünüz. Birinci qrupa görə çətindir. Hansı reaksiyalarda alkin alınır? Burada asetilin alınır. Bu doğrudur. Alınır. İkinci reaksiyada qonşu dihalogenə sinklə təsir etdikdə alken alınır. 2 qat alınır. Qonşu olmayan dihalogenə sinklə təsir etdikdə diskul alınır. Eyni halogen atom, eyni karbon atomunda olan dihalogenli və ya qonşu dihalogenli qələvin spirt məhlulu ilə artıq miqdarda qələvin spirtlə təsir etsək, alkin 3 qat rabitə alınır. Ona görə cavab 1 və 4 B variantı olacaq. Dördüncü sual.
Alkil molekulunun neytron sayı 24. Bax, burada hidrogene baxın 1-1 verib. Yəni neytron 0 olacaq. Natrium amonyak məhlulya reaksiya daxil olması. Bu zaman CnH2 -2 deyəndə neytron hesabında hidrogeni nəzərə almırıq. Sadəcə karbona baxırıq. 6n, o da 1 karbonda 6 neytron olduğu üçün bərabərdir 24. N bərabərdir 4. Deməli, yenə bu tindir. Amma natrium amonyak məhlulya reaksiya daxil olmursa, bu tin 2 olacaq. 3 qat karbonda hidrogen olmamalıdır. Olsa əgər, natriumun amonyakda məhlulya reaksiya daxil olar. 5-ci sual. Propin və kumol. Hər ikisinin formulunu yazaq. Propin budur. CH4. Kumol izopropil benzoldur. CH3. C9H12. Karbon kütlə payı deyir ümumidir burada. Bir dənə baxaq. Bu formulu 3 dəfə artırsaq, propin formulu C9H12 olur. Bəli, karbon kütlə payı ümumidir. 1. Karbon atomlarının hibrid vəziyyəti xeyr. Propində 2 karbon sp, 1 karbon sp3'dür. Amma kumolda 6 karbon sp2, 3 karbon sp3'dür. Yox. Molekulunda birli karbon atomlarının sayı. Propində 1, 2 birli var. Elə kumolda da 2 birli var. Ümumi formulu xeyr. Biri alkinli, biri benzol olmalıdır. Ümumi formulu eyni ola bilməz. 1 və 3. C variantı. 560 litr havada neçə qram strolu tam yandırmaq olar? Havada oksigen həcm payı 20%-dir. Normal şərait verməli idi, yoxsa şərt aydın olmaz. 560 litr havada öncə tapaq neçə litr oksigen var? Deyir ki, havada oksigen həcm payı 20%-dir. Yəni verilən havanın 20% oksigendir. Bu da 112 litr edir. 112 litr O2 var. Və strolu yandırmaq deyir. 8H8-i yandırdıqda plus O2. Əmsallaşdıranda necə öyrətmişdik? Karbon plus 0,125H oksigen əmsalı. 8/2-də 10 edir. Deməli, neçə qram deyir strol? Emerin də verməyib bu. İnsafsız. Bu emer hesablaya bilirik. Bunu niyə vaxt uzadırsın? 104. 104 qram 10 vur 22 onda 4 litr. X qramda 112 litr. Bu da eləyər 52 qram. O variant. 7-ci sual. Tolol və strol üçün ümumi olan nədir? 1 mol tam yamasına 4 mol su alınır. Ümumiyyətlə, məsələlərdə emerin verilməməsi. Çünki emer, kimya oxuyan hər kəs emer hesablaya bilir. Amma emerin verilməməsi lazımsız yerə vaxtı uzatmaq üçündür. Yəni, bunun başqa mənası yoxdur. Lazımsız yerə, mənasız yerə vaxt, yəni sualı həll edən vaxt itirsin. Başqa bir mənası yox. Strol C8H8-dir. Əgər bir şagird təzə-təzə öyrənirsə, o bəzi məsələ tiplərində ona emer verməmək olar. Amma bunu həll eləmək üçün şagird artıq təsəvvürün üzvü kimi bu bölmələrinə gəlməlidir ki, o da emer bilməyən bura niyə gəlir, bura niyə işləyir. Neysə, 1 molun tam yamasına 4 mol su alınır. Bəli, hər ikisindən. Çünki hər ikisində 8 mol hidrogen var 1 mollarında. Bu da 4 mol su eləyər. Su olanda 4 mol, 4-ün 8 olmasıdır. Ümumi olan elə A'dır. Polimerləşir, tolol polimerləşmir. Ümumi formulu bu tolola aiddir. Molekulunda karbon atomlarına rabitə əmələ gətirən 8 qeyri-hibrid orbitalı var. Bu aiddir stirola. Stirolda benzol nüvəsində 6 karbon, hərəsi bir P orbitalından pi sistem yaradır. 6 P orbital. Bir də vinil qrupunda da bu pi rabitəni yaradır. Karbonların 2 hibridləşməmiş P orbitalı, yəni müddət 8. Tololda bu 6-dır. Molekulunda metil qrupu var. Bu da tolola aiddir. Yalnız A variantı var. 8-ci sual. Bu dimeriləşmədir. CH2, CH, C. Valla mən qınayan olmasa deyərəm, bu 4-cü qrupdan çətindir bu. 4-cü qrupun 8-ci sınağından daha çətindir. Elə bir 4-cü qrup izah edirəm. Molekulunda 8 hibrid orbitalı var. Xeyr, alınan maddənin molekulunda 2 karbon sp2-dir, 2 karbon sp-dir. sp2-lərin hərəsində 3, 6, sp-lərin hərəsində
2, 4 hibrid orbital var. 10 hibrid orbital edir. Yanlışdır. Adi şərtdə bromlu suyu rəngsləşdirmir. Rəngsləşdirir pi var. 1 molu maksimum 2 mol xlor birləşdirir. Xeyr, molekulunda 3 mol. Molekulunda deməyək, 1 molunda 3 mol pi orbital var. 1 molu maksimum 3 mol xlor birləşdirər. 1 molu 1 mol H xlorla bax bu doğrudur. Bu nə idi? 1 asetlən H xlorla 3 qatın P'sinin biri qırılır. CH2, CH, C, xlor, xlorpiren yaranır. Ona görə bu doğrudur. 1 mol 2 mol H2 yox, 3 mol H2 birləşdirsə butana çevrilir 2 səhv. 9-cu sual. 36,8 qram benzolun homologun tam yanmasından 2,8 mol CO2 alınmışsa. Benzol homologu dedi, NH2-6 N mol CO2 alınır deyə bir sxemi qurduq. 36,8 qramından şərtə görə 2,8 mol karbondioksid alınıb. 14-dən çıxı 6-dan da N mol alınır. Buradan hesablama aparmalıyıq. Nə eybəcər hesablamalar olacaq, ilahi. Bundan bu neçəyə, bu belə olsun, bu da belə olsun. 368 bölü 28 bir nəticə vermədi. İxtisar aparaq, neçə yaxsar? 7 yaxsar gedərlər görəsən. Yox, getmədi. Bəs neçəyə? 2-yə. 368 böl 4-ə yaxsar aparaq. Bu 92 eləyir. Bu da 7 eləyir. 92n bərabərdir. 7-ni 14-ə vursaq 98n minus 7 altın 42. 42 bərabərdir 6n. N də bərabərdir 7 karbon. Bu nədir? B variant. 10-cu suala baxırıq. Təsəvvür edin, bu sual uşağa düşüb. Qəbulda bunu eləməlidir. Mən kalkulyatordan hesabladım. Bu boyda rəqəm insafsızlıq. Maddənin adını müəyyən edin. Deməli, baxırıq bu hansı radikaldır? İzobutil radikaldır. İzobutil benzol. İzobutil benzol C variantı. Deməli, 61 qram 1,4 dibrom bunu anlatmıyor. Aman x13 nəsə. 1,4 dibrom 2 metil pentan. 1, 2, 3, 4, 5. 1,4 dibrom, brom, 2 metil pentana natriumla təsir etsək, burada nə alınır? Zəncir qapanar. 1, 2, 3, 4. Deməli, bu da 1 və 3 vəziyyət desək, 1,3 dimetil disklobutan alınır. 1,3 dimetil disklobutan. Bunlar qaldı. İndi keçək hesab cəhətinə. Bunu kim hesablayacaq? Deməli 61 qram. Bunun 61 qramından x qram alınır. Bunu Emer'in hesablayayım bir saniyə. Emer də verilmiş. Əsəbləşmə bax. Neçə karbon var? 1, 2, 3, 4, 5, 6 karbon. C6 H12 eləyərdi. C6 H10'dur. 6'nı 6 vur 12 üstə gəlsin 10 üstə gəlsin 160. Belir 242. Bu da C6 H12'dir. 84. Bu yəqin 4 dəfə azalıb. Bunda 4 dəfə azaldarıq. 21 eləyər. O variant. Hansı reaksiyadan heksa xlor benzol alınır? Benzol sözü deyirsə, deməli C6 xlor 6 olmalıdır. Bu da alüminium olanda alınırdı. 6 xlor 6 hidrogeni əvəz edirdi. Burada C6 H6 xlor 6 alınırdı. Burada dəmir olanda 1 hidrogen əvəz olunurdu. Bunlar alkandır. Bunlar əvəz etmə verəcək. C2H5 xlor, CH3 xlor və yaxud xlorun moluna görə fərqli məhsullar alınır. Butadiyen stirol kauçukun elementar halqasında karbon atomunun sayını. Bu sualdan qorxmayın. Butadiyen deyib 4 karbon, stirolda da 8 karbon.
12 karbon edəcək. Formulu yazmasanız da olur. Asetilin oksidaşmasından oksalat turşusu alınır. Oksalat turşusu C2H2O4. Yəni COH kimi bilirsiniz. Bu şəkildə gətirib oksidaşma dərəcəsi asetilin C2H2 müsbət 1, mənfi 1. Burada da mənfi 2, müsbət 1. 8-dən 2 çıxdıq, 6 2-yə böldük, müsbət 3 eləyəcək. Mənfi 1-dən müsbət 3-ə D variantı. Hansı ifadələr strol üçün doğrudur? C8H8. 1 molun tam yamasında 8 mol karbon qazanılır, doğrudur. Bütün karbon atomları sp2, bu da doğrudur. Adi şəkildə bromlu su həlləşdirilmir deyir, səhvdir. Bərk deyil, mayedir. Doğru cavab 1 və 2 B variantı. Alkilləşmə reaksiyaları. Benzolun alkil halogenidlə və benzolun alkenlə reaksiyasını götürməlisiniz 1 və 3. Asetilin və butin 2-dən ibarət. Asetilin C2H2-dir, butin 2-də C4H6-dır. 0,6 mol qaz qarşısında gümüş bir oksidan amoniyakda məhlul buraxdıqda 0,2 mol çöküntü alınır. Butin 2 bu reaksiyaya girmir, asetilin daxil olur amma. Biz bilirik ki C2, AC2 plus H2 alınır. Bu çöküntü dedik də baxın C2, C2 gümüş 2-dir. Əmsallar birim birədir. İndi 0,6 mol asetilinlə butin 2-nin birlikdə moludur. Və 0,2 molda çöküntü alınıbsa, onda biz neçə mol asetilin olub bu qarşılıqda onu tapa bilərik. 1 mola 1 mol, 0,2x, bu da elədir 0,2 mol. Deməli, bu qarşığın 0,2 mol asetilin imiş, 0,4 mol da butin imiş. MR'lərini də hesablasaq, 0,2-ni 26-ya vursaq, 5,2, C4H6, 4 vur 12 üstü yansı 6, 54'də onu da vururuq, 0,4'də eləyir, 21,6. Bunların da cəmi eləyir 5,2-yə toplasaq, 26,8 A variantı. 18. Benzol C6H6 və disklopentan C5H12. Ümumi olan, yenə ümumi olan sigma rabitə indeksləri topladıq, çıxmırıq. 12 sigma, topladıq 17 sigma. İkisi də disklik birləşmədir. Diskliklərdə, qapalı zəncirlərdə indeksləri toplayıb çıxmırıq. Molekulda hidrogen atomlarının sayı görə eyni deyillər. 1 molun maksimum 3 mol hidrogen birləşdirə bilməsi xeyr. Siklopentan gücbəla ilə 1-ə 1 birləşdirir, benzol isə 1-ə 3 birləşdirir. Karbon atomunun oksidaşma dərəcəsi bu da eyni olmayacaq. Bu müsbət 1, mənfi 1-dir. Bu müsbət 1, bu isə mənfi 12/5. Molekulunda bütün karbon atomunun ikili olması siklopentan deyib də. Bəli, bu olacaq. Bəli, bu olacaq. Benzolda da bütün karbonlar ikilidir. Siklopentanda da bütün karbonlar ikilidir. Y variantı. Alkinin su ilə reaksiyasında üzvü maddə molekuluna polyar sigma rabitənin sayı necə dəyişir? Alkin CnH2-2-dir. Gəlir olur ya aldehidə ya da ketona çevrilir. CnH2-NO. İndi alkində polyar sigma rabitələrin sayı, indi polyar sigma deyirsə, baxın hidrogen sayı 2n-2. Buradadır. Amma gəldi aldehiddə 2n, bir də karbonla oksigen arasında da bir polyar rabitə var. 2n+1 olur. Yəni polyar sigma rabitələrin sayı 3% artacaq. 3% artır. Nümunə də yaza bilərsiniz. Özünüz əgər ümumi formula işləyə bilməzsəz, CH3, COH. Polyar sigma dediyi asetilində 1, 2 dənədir. Gəldi 3, 4, 5 dənə oldu. Görürsünüz 2-dən 5-ə 3% artdı. 20-ci sual. 2,5 dibrom heptan 1, 2, 3, 4, 5, 6, 7, 2, 4, 6, 2,5 dibrom. 2, 3, 4, 5 dibrom heptanın reaksiyasından burada 4 bucaq alınacaq. 4 bucaq və bu metillə bu etillə qonşu olacaq. Çünki bu karbonlar birləşəcək bir-birinə. Metil, etili belə yazdıq. 1 metil, 2 etil disklobutan. B variantı. Vinlasetlin üçün hansı ifadə doğrudur? Vinlasetlin C4H4 və ya H2, 2 qat CH, C belə olacaq. Burada nə deyil? 1 mol maksimum 4 mol hidrogen birləşdirməz, 3 mol birləşdirər. Çünki 1 molda 3 mol pi var. Asetilin trimerləşməsindən alınır, xeyr. Dimerləşməsindən alınır.
1 mol H-klor ilə vinil xlor əmələ gətirən asetilen idi. Bu deyil idi. Bu 1 mol H-klorla xlorpren əmələ gətirir. Molekulun 6 sigma var. Hesablayaq. 2, 3, 4, 5, 6, 7 sigma var. Molekulun 10 hibrid orbital var. Bayaq da dedik. Bəli. Bu 2 karbon sp2 dərəsində 3 hibrid orbital 6. Bu 2 karbon da sp dərəsində 2 hibrid orbital 4. Cəmləyəndə də 10 hibrid orbital var. 22. Deyir ki, nə deyir? Reaktivika xam neft X-ı müəyyən edin deyir burada. X nədir deyir? Bircə saniyə. Benzin, ligroin, kerosin, gazoil, mazot. Baxın, benzin, ligroin, kerosin, gazoil və bu da mazot. Bu da olacaq kerosin. Benzol və tololdan ibarət 40 qram qarışıq. Benzol C6H6, tolol C6H5CH3. Kalin permanganat məhlul reaksiyasına 24,4 qram turşu alınmışsa, burada kalin permanganatla turşuya çevrilən tololdur C6H5COH 24,4 qram turşu alınır. Yəni benzoy turşusu 24,4 qram alınır. Onda x qram tolol olub bu ilkin qarşıdakı. C6H5COH hesablayaq. C6H6 78 idi. 77 üstə 45. 122'dir bu. Bu da 78 üstə 14 92. XL 18,4 deməli bu qarışıqda 18,4 qram tolol var imiş. Onda 40 qramın 18,4 tololdursa 21,6 qram benzoldur. Benzol kütlə payını istəyir. Pay soruşulan ümumiyyə nisbəti idi. 21,6 bölünsün 40 vurulsun 100. 54%. Sonra 24-cü suala baxırıq. Polistrol. Makromolekulunda hidrogen atomu sayı 22400. Polistrol S belə yazaq, yaxşı. Quruluş vaidində desəydik daha yaxşı olar. Hidrogen atomları burada içəridə 8-dir. 8 n bərabərdir 2400. N də bərabərdir 300. 25. Fikir vermişsə, məsələlər demək olar çıxın məsələsi yoxdur yəni. Çox maraqlı. 25. 31,2 qram benzolla bu qədər etil bromidin reaksiyanının üzüm maddənin kütləsini benzol C6H6 plus etil bromid C2H5 xlor. Bu bizə verir. Daha çox MR hesabı da elə bilir. Yəni MR hesablı MR yerinə bu. C6H5 C2H5 plus H xlor. Bu 78'dir. C2H5 xlor da 29 üstü 35,5. 64,5'dir. Hesap. 31,2 budur. 32,7 budur. Bunun emerini de hesablayayım. 106. Tam sərf olunanı tapsaq 31,2 bölünsün 78. Bu edir 0,4. 32,7 də bölünsün 64,5. Bu da edir 0,5 nə bilim nə. Yəni benzol tam sərf olunacaq. Etil benzol hissəsini silirəm. Heç mənə lazım deyil. 78-dən 106 alınırsa bundan x alınar. Bu da 0,4 eləmişdi. Onda 4 vurulsun 106. 42,4. Kumolun izomerləri. Kumol içərisində C6H5 C3H7'dir. Etil benzol 8 karbon var. Ortokisol 8 karbon. Propil benzol olar. 3 karbon burada, 6 da burada. 1, 2, 4 trimetil, bəli. Burada da 9 karbon var. 1, 3, 5 trimetil, bəli. Burada da var. 3, 4, 5. Niyə görə propil benzol götürdük? Çünki kumol özü izopropil benzol. Deməli nədir burada? Adlar da. Birincisi olacaq izopropil benzol və ya kumol.
İkincisi bu ikili butil radikaldır. İkili butil benzol. Üçüncüsü də bayaq da oxuduq bunu. İzobutil benzol C variantı olacaq. 28. Alkin natriumun amoniyaklı məhlul reaksiya daxil olmursa sıxıntı anlayın. Alkin natriumun amoniyaklı məhlul reaksiya daxil olmursa deməli 3 qatında H yoxdur. Molekulda burada bir dənə balaca nəsə var. Molekulda polyar polimer rabitənin sayı 6-dırsa deməli bunun 6 hidrogeni var. C4H6-dır və 3 qatı da ortadadır ki bu şərtə uymur. Daha doğrusu uyur ki daxil olmur. Hidrogenlə natriumun amoniyaklı məhluluna reaksiya daxil olmur, əvəz etmə vermir. Bəs natriumun amoniyaklı məhluluna reaksiya daxil olsaydı necə yazardıq? 3 qatın kənara yazardıq. Bütün 1 yazardıq. Quruluş formulunu yazdım. Buran yazdım. Molekulda qeyri-polyar kovalent rabitə sayı 1, 2, 3, 4, 5 dənə. Heç bu da hazır. Tolon nitrat türsə reaksiya tənliyini yazın. C6H5, CH3 plus 3 mol HNO ilə reaksiya girir. Siz bu 3'ü sonradan da qoya bilərsiniz. Buradan baxın. 3 dənə H çıxarırsınız. C6H2 NO2 3 CH3 plus 3H2. Və yaxud belə də yaza bilərsiniz. Benzon nüvəsi CH3 plus 3HNO3 2, 4, 6 trinitrotolu NO2 NO2 O2N bu da və 3 mol da su. Və 30-cu sual. Natrium OH və bundan ibarət qarışıq reaksiya təmliyi qızdığını yazın. Deməli, burada C6H5 burada başqa nəsə istəmir də xeyr. Sona üstə gəlsin natrium OH. Bu mənə verəcək C6H6. Bütün suallara fikir verin. Emer hesabıdır, emer. Hara gəldi, emer salıb. Ki, hesab alsın, əzləb olsun, əziyyət olsun, vaxt çox geçsin. Nədir bu kimyadır? C6H5 sona 77 üstəyin 45 üstəyin 23. Bu nə emeri? Bu 145 eləyir. 145 düz mü hesabladım? Deməli, C6H6 78'dir, 77 üstə gəlsin, CO2 44, üstə gəlsin 23, 144. Yaxşı, tezlə hesablam. Bu 28-18. İndi reaksiya təmliyi yazdıq. Alınan X maddəsinin həcmini millilitrdə hesablayın. Alınan X maddəsi benzoldur. Benzola X litr aşağısında 22-4 yaza bilmərəm. May aldım. Əvvəlcə bunun qramını tapıram. 78, X qram. X da eləyir. Bu 0.2 eləyir də. 78 vurulsun 0.2. 15.6 qram. Bunun da həcmini istəyir. V bərabərdir M bölür O. Yəni 15.6 bölünsün 0.8. 19,5 millilitre olacaq cavab. İkinci cavab. Bu da belə. Sağ olun.